Ölkəmizdə keçiriləcək ilk Avropa oyunları zamanı Azərbaycanın bölgələrində, həmçinin paytaxt Bakıda bir-birindən maraqlı tədbirlərin keçiriləcəyi planlaşdırılır. Bu tədbirlərin bir çoxu paytaxt muzeylərində keçiriləcək. Əməkdaşımız Aytan Abdulova muzeylərdə oyunlar ərəfəsi gedən hazırlıq işləri ilə tanış olub. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa oyunlarına paytaxt muzeyləri də ciddi cəhdlə hazırlaşır. Çünki Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini turistlərə məhz muzeylərimiz təbliğ edəcək. Bu səbəbdən muzeylərin və tarixi məkanların iş qrafiki də uzadılıb. Çünki turistlər idman yarışından sonra rahat bu məkanları gəzə bilsinlər. Gecə saat 12:00-a qədər işləyəcək muzeylərimiz əcnəbi ziyarətçiləri qarşılamağa tam hazırdır. 17 mindən çox eksponatın olduğu İncəsənət muzeyində qonaqlar Qərbi Avropa, Rusiya və qədim Azərbaycan incəsənəti ilə tanış olacaqlar. 15 minə yaxın eksponatın qorunduğu Xalça muzeyində isə ziyarətçilər 17-ci əsrin xallarından tutmuş ta bugünə qədər Azərbaycan xanımlarının toxuduğu əl işlərini görə biləcəklər. Bundan başqa Xalça muzeyi turistlər üçün Avropa oyunlarının logosu əks olunan kiçik suvenir xalçalar da hazırlayıb. Mötəbər idman yarışının simvolları təkcə xalçalarda deyil, digər əşyaların üzərində də əks olunub. Xalça muzeyində ilk Avropa oyunlarının simvolları əks olunan kəlağaylar da sərgilənir ki, əcnəbilər ölkəmizdən gedərkən bu mötəbər idman yarışının simvolunu milli kəlağayımız üzərində öz ölkələrinə aparsınlar.